Salam əziz Cemagro səhifəsinin izləyiciləri, hər birinizin üzərinə Allahın salamı olsun. Gördüyünüz bu Amerikan bronz təsərrüfatımız barəsində suallar edirlər. Mən də istərdim ki, suallara bir-bir video şəklində cavab verəm. Digər suallardan biri budur ki, bu hündüşkalar ümumiyyətlə broiler sayılır yoxsa yox? Əziz izləyicilər, Amerikan bronz cinsi broiler cinslərindən deyil. Yəni bunlar ətli və yumurtalıq istiqamətdədir. O deməkdir ki, bunların ət yığımı adi yerli cır hündüşkalardan təxminən 20-30% daha çoxdur. Və yumurta verimləri yüksəkdir. Təxminən dişiləri illik 80-100 arası yumurta vermə qabiliyyətinə malikdirlər. Və ona görə də bu cinsləri qısa bir zamanda artırmaq və mənfəətli məhsul əldə etmək çox belə deyək də faydalıdır. Böyük təsərrüfatlar, hündüşka təsərrüfatları ən çox üstünlük verdiyi həmən o cinslərdir ki, biz də bu cinsə üstünlük veririk və sizlər üçün inşallah bu sektorda xidmət edirik.